Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək ixtisas seçim mərhələsində rəsmi məlumat mənbələrindən istifadə etməyin vacibliyini vurğulayıb. DİM sədri sosial şəbəkə paylaşımında bildirib ki, ixtisas seçimi ali təhsil yolunda verilən ən məsuliyyətli qərarlardan biridir və bu qərarı düzgün vermək üçün ilk növbədə etibarlı və rəsmi məlumat mənbələrini istifadə etmək vacibdir. Məleykə Abbaszadə qeyd edib ki, bu məqsədlə Abituriyent jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq. Hər birinizə tövsiyə edirəm ki, ixtisas seçiminə başlamazdan əvvəl jurnalla diqqətlə tanış olasınız. Jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, abituriyentin elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və seçim prosesində sizə lazım olacaq digər vacib məlumatlar yer alır. Bu məlumatlarla tanış olmaq daha düşünülmüş və düzgün qərar vermənizə kömək edəcək deyə o bildirib. DİM sədri xüsusilə jurnalda yer alan psixoloq tövsiyələrinin oxunmasını məsləhət görüb. Məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, maraq, bacarıq, dəyərlər və real imkanlarınızı birlikdə qiymətləndirərək öz peşə xəritənizi necə formalaşdıra biləcəyiniz göstərilir. Eyni zamanda peşələri daha yaxından tanımaq və bacarıqlarınızı inkişaf etdirmək üçün praktik tövsiyələr də təqdim olunur deyə paylaşımda qeyd olunub. Məleykə Abbaszadə vurğulayıb. Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də maraq göstərdiyiniz, dəyərlərinizə uyğun gələn və gələcəkdə inkişaf etmək istədiyiniz sahədir. O həmçinin bildirib ki, jurnal Azərbaycan və Rus bölmələrinin abituriyentləri üçün vahid formada Azərbaycan dilində hazırlanıb və burada həm Azərbaycan, həm Rus bölməsi, həm də hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar təqdim olunub. Paylaşımın sonunda DİM sədri abituriyentlərə uğurlar arzulayıb. Hər birinizə uğurlu, düşünülmüş və gələcəyinizə doğru istiqamət verəcək ixtisas seçimi arzulayıram.